Xeyr, gördüğünüz kimi yollarımızı düzəldirlər, sağ olsun. Yəni öz cibimizin vəsaiti ilə düzəldirik. Kasıb balasının boğazından kəsir. 5 manat, 3 manat, 10 manat pul yığıb yollarımıza baxın, öz cibimiz vəsaitinə qrabil tökürük. Bəzi qurumlar baxsın, utansın. Qurumlar baxıb utansın. Utanan deyirəm, Allah işi zavanda eləsin. Gör nə deyirəm? O çöken yerler var ha. Ora. Nasıl? Vay çakır. O ileride çöken yerler yoktu. İleride çöken yerler var. Çöken yerler. O sarı torpaqdan qazın, ora töktürün ki dikəlsin. Bir de bunun qırağı ilə kanal qazmaq lazım ki su aksın getsin. Şu zaman da olsun. Onsuz utanandır. Hala ne utanacaq? Kim utanacaq? Bax belənsi. Gəl görürsünüz öz cibimizdən. Kasıb sağ olsun 5 manat. Allah kasıba bərəkət versin. Öz cibi vəsaitindən tökür. Öz cibi vəsaitindən pul yığır. Gedir özünə yol çəkir ki səhər xəstəmiz olur. Yola çıxa bilmirik. Qışda batır, bərbat qalır bu yol, çıxa bilmirik. Görürsünüz bax qrabil tökülüb, hardan hara tökülüb. Hələ ki tökülə də gedir. 4 gündə iş gedir. 4 gündə iş gedir burada. 4 gündə, 5 gündə belə qrabil tökülür. Gördünüz bax. Bu indi səhər yağış yağanda istəsəməz bildi, doğranmış qrabildir. Adi palçıqlı qrabildir bu. Hazır doğranmış qrabildir. Yəni bil deyilir buna. Həmən qrabildir.